Salam hamınızı hoş gördük değerli əziz YouTube kanalımızın sevimli izləyiciləri. Hamınızı salamlayıram. Binə qəsəbəsində deməli gözəl bir şəraiti olan bax bu darvazanın arxasında mükəmməl bizi həyat evimiz gözləyir. İnşallah değerli dostlar. Qiyməti çox münasib qiymətədir. Real alıcılar buyursunlar, əlaqə saxlasınlar. Ekranda səhifədə əlaqə nömrələrini görürsünüz. Su pojarni belə də fövqəladə halların dəmirinə qədər hamısı mövcuddur. Qaz sayğacı, işıq sayğacı, su sayğacı hamısı tam hazır. Sənətin torpağın çıxarıcı kupçadır. Dəyərli dostlar, xüsusi mülkiyyət. Buyurun gəlin içəriyə. Ya Allah, hoş gördük hamınızı değerli dostlarımız, değerli izləyicilərimiz. Deməli, evimizin həyəti ilə tanış oldunuz, həyətinə maşın daxil olunur. Burada qəşəng nabət düzəldə bilərsiniz. Bax, qonşunun evindəki kimi qabaq tərəfdən belə çıxıntılı, ləzzətli. Çöl sanitar qovşağımız mövcuddur. Ayaq yolusu, hamısı hazır vəziyyətdə, əl yumaq yeri. Üstündə su bakına kimi. Darvaza da öz sözünü deyir. Qəşəng qalın darvazadır, dəyərli dostlar, dəyərli izləyicilər. Gördüyünüz kimi. Həyətin açılğanlarına qədər hamısı mövcuddur. Evin içine girəcək. Kombi xəttli. Evimizin böyrünə keçmək üçün, arxasına keçmək üçün yerimiz. Hər şey hazır. Evimiz yerdən. 6 daşın üstündə sot yarımın içində yerləşir. Qiyməti də münasib qiymətli görürsünüz ekranda. Buyurun daxil olalım evimizin içine. Niyə? Çünki tam təmirli həyət evi ilə tanış olursunuz. Gəlin bura. Evimizin yeri hündür yerdədir. İlk əvvəl onu deyim. Qoşadaşla tikilibdir. Tam səliqəlidir. Hər bir şəraiti də var. İstəyən olsa evin əşyalarını addenli bir qiymətlə danışıb razılaşıb almaq olar. O addenli bir qiymətlə. Onun qiymətə aidiyyəti yoxdur. Evə qiymətə aidiyyəti olan mətbəx mebeli qalacaq, kombisi qalacaq, aksesuarlar qalacaq. Qalan əşyalar götürülür dəyərli dostlar. Çünki əşya ayrı bir qiymətlə sadəcə olaraq hesablana bilər. Evimizin mətbəxinə daxil olaq. Gördüyünüz kimi bura evimizin mətbəx hissəsidir. Qəşəng, çox səliqəli, gördüyünüz kimi görkəmli. Qəşəng mətbəx mebeli yığılıbdır. Hər bir şey konstruksiya olunub. Çox gözəl bir təklifdir dostlar bu qiymətə. Bu da bizim mətbəximiz. Gəlin bura. Evimizin indi isə qonaq otağına daxil oluruq. Değerli dostlar, değerli izləyicilər, bura evimizin qonaq otağıdır. Çox səliqəlidir. Gördüyünüz kimi Allah evində, eşində körpə səsi olmayanlara körpə səsi nəsib eləsin ki, dostlar, ev çox qəşəng səliqəlidir. Gördüyünüz kimi bu evi alanlar sevinsinlər, şad olsunlar. Bir evin üzerine inşallah ikinci bir evi de almaq Allah hər kəsə nəsib eləsin. Gözəl evimizi qaçırmayaq. Bir də ki, Ayşə xanım, bu mənim çox xoşuma gəldi. Bu əsl eksparantdır da, nətər deyirlər, ekskamat deyirlər, nə deyirlər, onlardan yəni. Bəli. Gəlin bura dostlar, gəlin bura, elhamdülillah. İnşallah. Deməli evimizin bura desk otağıdır, uşaq otağıdır. Amma hal-hazırda deyəsən iş kabineti kimi istifadə olunur. Yəni dərsliklər, zadlar falan besməyəcək. Çox gözəl bir uşaq otağıdır. Yəni bu əlavə. Plus, gəlin bura. Evimizin yataq otağı ilə tanış olursunuz. Gördüyünüz kimi çox gözəl yataq otağıdır, səliqəlidir. Necə lazımdır, təmirlidir. İstəsəniz, bax yenə təkrar edirəm. Əşyalar addenli bir qiymətlə danışıb razılaşmaq olar. Yəni əşyalar addenli bir qiymətlə. Evimizin qiymətinə əşyaların heç bir dəxli yoxdur dostlar. Gəlin isə keçək digər otağımıza. Burada bizim bir uşaq yataq otağımızdır. İnşallah yenə də təkrar edirəm. Allah hər kəsə körpə səsi gəlməyi nəsib eləsin. Belə gözəl, hər kəs qıravat yerləsin, nəmli oxusun. İnşallah. Amin Rəbbil aləmin. Və keçirik sanitar qovşağına. Buyurun dostlar, burada evimizin sanitar qovşağı. Gördüyünüz kimi qəşəng, geniş, təravətli və çox səliqəlidir. Dostlar, əgər belə bir ev almaq istəyənlər varsa, mütləq səhifədəki əlaqə nömrələrimizlə əlaqə saxlasınlar. Və unutmayın, izlədinizsə, çox xahiş edirəm. Rəylərinizi rəy bölməsində yazmağı unutmayın. Əlavə də ki, like atın ki, səhifəmiz paylaşılsın inşallah. Görməyənlər, bilməyənlər xəbər tutsunlar. İnşallah gəlib bu evin sahibi olsunlar. Allah alana da, satana da bizə də xeyir versin. Amin Rəbbil aləmin deyirik, sağollaşırıq.